Masterclass layihəsində növbəti eksperimentə start veririk və bu dəfə yağ eksperimentindən söhbət gedir. Sizə söz verdiyimiz kimi bu mövsümdə xeyli yeniliklərimiz var və bu mövzuda ilk dəfə yağların laboratoriyada analizini alacağıq. Alpin və Bardal yağı, hər iki yağın həm yeni, həm də işlənmiş versiyalarını biz laboratoriyaya təqdim etmək qərarına gəlmişik və beləliklə mənim avtomobilimin üzərindən çıxan yağ yürüyüşü göstəririk sizə. Baxın, ən son dəyişdiyimiz və kitabçada qeyd etdiyimiz və real yürüyüşə baxanda məlum olur ki, mən 5500 kilometr yol qət etmişəm. Bardalın həmin bu yeni Elixir 530 yağı ilə və ona görə də həm də yağın səviyyəsini bir daha yerində yoxlamaq qərarına gəldik. Yağ tam yerindədir, fikir versən. Həqiqət düz maksimumda, fikir verin. Deməli 5500-də hələ azalma yox. Azalma Bu yox. əlbəttə ki, mənim üçün əla xəbərdir. Hərçənd ki, mənim avtomobilimin mühərrikində aşınma olduğunu bilirəm. Amma Elixir bunun öhdəsindən necə gəlib, laboratoriya bizə nə göstərəcək maraqlıdır və oradan yarım litr nümunə çıxarırıq və təbii ki, götürdüyümüz 1 litr yeni Elixir'in yarısını oraya əlavə edirik, yarısını isə laboratoriyaya. Bax, bu mənim avtomobilimin üzərindən çıxan 5500 yürüşdən çıxmış Elixir yağıdır ki, biz onu bir rəqəmi ilə işarələyirik. Laboratoriyadakı dostumuz əlbəttə ki, hansının hansı yağ olduğunu bilmir, ona bu maraqlı da deyil, amma biz sizinlə bərabər yenə də bu nəticələrə baxmaq istəyirik. İkinci, bunu bizə dinləyicimiz verib, Elşən adlı dinləyicimiz efirdən eşitdi ki, belə bir iş görmək istəyirik və sağ olsun, Kia Rio avtomobilidir, 10200 Alpin yağıdır, RSI 530-dur və 10200 kilometr yol qət etmiş bir yağdan söhbət gedir və əlbəttə ki, onu da ayrıca bir qaba əlavə edib, rəngindən, ruhundan görünür artıq, 2 rəqəmi ilə işarələyəcəyik. Onun mühərrikin vəziyyəti necədir mən bilmirəm, ona görə də sadəcə biz sizinlə bərabər bu görüntünü izləyirik. 2 Alpinin 10270 yağ nümunəsidir. Üçüncünün rəngi artıq Bardal Elixiri tanıyanlara tanışdır. Bu mürəkkəb rəngində olan həmin o mənim avtomobilimə tökülən yağın, yəni Bardal Elixirin yeni variantıdır. 3 rəqəmi ilə işarə edirik. Yəni bu işlənməmiş yeni Bardal yağıdır. Dördüncü də işlənməmiş Alpin yağıdır və gördüyünüz kimi həmin o 10.000 yürüşü olan yağın yeni versiyasıdır. Alpin RSI 530. Yəni bizə eyni yağların müəyyən yürüşdən sonraki və əvvəlki vəziyyətləri lazımdır. Azərbaycanda heç kim bu testi etməyib, indiyə kimi ustalar əli ilə, barmağı ilə, burnu ilə və s. Amma biz qərara gəldik ki, bu işə peşəkar yanaşaq. İndi Rəşad usta, laboratoriya bizə nəyi deyəcək? Laboratoriya bizə yağın flashpointini deyəcək, Flashpoint yanma nöqtəsini, viskozit indeksini göstərəcək ki, təzə yağda nə qədərdir, işlənəndə yağ viskozit indeksi nə Məntiqlə o qədərdir. dəyişməlidir də. Bir də granul test dedilər. Granul test böyük ehtimal yağın tərkibində olan hissəciklərdən söhbət gedir. O da çox önəmli testdir. Onunla biz bilə biləcəyik mühərrikdə aşınma gedir, getmir. Əsas mənə burada maraqlı olan o granul testdir. Hə, yəni bu 3 parametri indi nə qədər ala bilsək də, başqa nə ala bilərik hər halda. Bir də maraqlı olar mənə o IK spektri görmək. IK spektrinin hesabını indi bilmirəm, onu testdə deyərlər bizə. IK spektrinin hesabına siz yağın baza yağının nə olduğunu bilə bilirsiniz. Yəni nə varsa əllərində Bəli, yəni biz onu sizə verəcəklər. hidrokrekingin üstünə POS-lər yazıb veriblərsə, o testin hesabına siz bilə bilirsiniz. Bəli, beləliklə bunu da ilk dəfə masterclass olaraq etmək qərarına gəldik. İndi bu yağlar gedir laboratoriyaya. Artıq növbəti çəkilişi biz yox, oradakı adam çəkəcək. Çünki laboratoriyaya biz girə bilməyəcəyik. Oradan çəkəcək, təbii ki, çıxan qeydlərlə biz üzərində şərh edəcəyik və baxaq görək bu yağlardan nə çıxır. Beləliklə, bir nömrəli nümunənin, yəni Bardal yağının, mənim avtomobilimdən çıxmış Bardal yağının particles, yəni hissəciklərin miqdarının ölçülməsi testindən hazırda biz nəzarət edirik, baxırıq. Dediyim kimi, bu dostumuzun bizə bir jestidir, sağ olsun, bu şəraiti yaradıb. Bu çox məşhur bir neft şirkətinin laboratoriyasıdır. Əslində onlar bu işlə, yəni müştəri üçün məşğul olmurlar. Sadəcə biz xahiş etdik ki, belə bir analizi aparmaq istəyirik ki, ilk dəfə insanlarımız həm də əslində peşəkar yağa necə rəy verilməlidir. Yəni bir adam usta mühərrik dağılır, deyir ki, bu yağdandır. Hardan bilirsən, heç nə, mən belə qərara gəldim. Bu belə olmur və təbii ki, biz həmin yağın əvvəlki və sonraki vəziyyətinə baxıb bilməliyik. İndi ona görə də bu nəticələr bizə çox şey ifadə etməlidir. Bir nömrəli nümunənin, yəni Bardal Elixir 530 yağının, mənim avtomobilimdən çıxmış yağın
hissəcik miqdarını biz indi izləməliyik. Yəni orada çıxan nəticə 149 mikron olaraq dəyərləndirildi. Bu kifayət qədər çoxdur, amma ona görə çoxdur ki, dediyim kimi mənim avtomobilin mühərrikində aşınma var. Mən bunu bilirəm. İkinci yoxlama özüllülük, yəni kinematik viscosity testidir. Burada aldığımız rəqəm necə olacaq? Yeri gəlmişim, burada gördüyümüz rəqəm 2-yə bölünür və nəticə 101 sentipoz olaraq dəyərləndirildi. Dostumuz bunların hamısını ayrıca qeyd edir. Və eyni zamanda həmin yağın flashpoint, yəni alışma nöqtəsi. Bunu bir dəfə görürük, digərlərində artıq nəticəni biz ümumi qeyddə baxacağıq. Bir nömrəli, yəni həmin bu bardağın flashpoint, yəni alışma nöqtəsi testi necə olacaq? Bu 100 Celsius'dən yuxarı alışmadır və bu yaxşı göstərici sayılır. O baxımdan ki, aromatik degradasiya yoxdur sayılır. Yəni bu nəticədə laboratoriya bunu deyir ki, burada aromatik degradasiya yoxdur və yağ sahibinə bu nəticə, bu cavab lazımdır. Var ya yoxdur. Ona görə də burada no flash olaraq qeyd olunursa, demək ki, bunun flash pointi belə deyək də kifayət qədər yüksək səviyyədədir. Nəticə belə təqdim olunur. Bu isə bizim 2 nömrəli nümunəmiz, yəni 10.200 kilometr yol qət eləmiş Alpin yağının ardıcıl olaraq hissəcik miqdarı testidir. Onun nəticəsinə baxacağıq. Ondan sonra təbii ki, keçirik yenə həmin o kinematik viscosity testinə. Bu ikisi ən önəmli, 3-cü flashpointdə onu bilirik və hissəcik miqdarı testi bizə nə deyir işlənmiş Alpin yağı ilə? Bunu dostumuz dediyim kimi orada işi gördükcə bizimlə paylaşır və biz onu sizə təqdim edirik. Nəticə burada 3 mikron olaraq dəyərləndirilib. Dostumuz qeyd edir ki, bu 3 mikrondur və bu işlənmiş bir yağ üçün mükəmməl nəticədir. 2 nömrəli, yəni həmin Alpin yağının kinematik viscosity testinə indi baxırıq. Burada hansı rəqəmi görəcəyik və dediyim kimi bunlar belə hesablanır. Peşəkarlar bilirlər. Viscosity rəqəmi idealda 210 üzərində göstərirsə, məsələn, o 2-yə bölünür, yəni yarısından götürülür və adətən bu laboratoriyalarda belə hesablanır və beləliklə də bizim gördüyümüz rəqəm neçədirsə, onu 2-yə bölüb 131 deyə bilərik. 3 nömrəli, yəni yeni eliksir bardal yağı, hansı ki onun hissəciklər testi bizə nə deyir? Nəticə burada 12 mikrondur. Və onun eyni zamanda kinematik viscosity testinə baxacağıq hazırda. Bu həmin o bardalın yeni nəsil, həmçinin təbii ki, bu həm də burada bir şey önəmlidir. Bəzən biz viscosity-ni 0 olaraq dəyərləndiririk yeni yağda. Gördüyünüz kimi bu belə olmur. Yəni hər bir istehsalçı orada özünün məsləhət bildiyi bir viscosity indeksi qoyur və biz indi yeni yağda bunu nəticə olaraq 102 sentipoz görürük. Və 4 nömrəli yağ, bu bizim yeni Alpin RSI-dır, yəni həmin yağın yeni variantıdır. Onun da yenə hissəciklər miqdarı testinə baxırıq. Neçə mikron olaraq qeyd olunur. Təbii ki, bu həmin o Alpinin RSI olan seriyasıdır. Çıxan rəqəmi yenə də biz indi görəcəyik və dediyim kimi bu eyni zamanda ayrıca siyahıda sizə təqdim olunacaq. Beləliklə, burada dostumuz 5,9 mikron qeyd edir və bu yaxşı göstəricidir deyir. Həmçinin həmin bu Alpin yağının kinematik viscosity testi dediyim kimi bu da nəticə neçədirsə biz axırda ümumi siyahıda hər şeyi anlayacağıq. Mən sadəcə burada göstərmək istədiyim budur. Flashpointlar heç birində yoxdur. Ona görə flashpointləri biz indi tək-tək görmürük. Bu rəqəm isə yenə 2-yə bölünəndə 134 sentipoz rəqəmini alırıq. Nəticədə biz nə gördük? Bardal daha az viskoziti, Alpin istehsaldan daha yuxarı viskoziti ilə gəlir bu rəqəmdən. Bu yerdə kimsə deyə bilər ki, yağ mütləq qızdırılmalıdır, amma dostumuz bunu xüsusən qeyd edir ki, laboratoriyada biz həmişə otaq 25 dərəcəli temperaturda götürürük və bu qızdırılsa da, qızdırılmasa da nəticə eynidir. Və biz indilik yalnız bu 3 göstəriciyə baxırıq. Özüllükləri gördünüz, 101, 131, 102, 134. Burada vəziyyət kifayət qədər yaxşıdır hər iki yağda. Hissəciklərdə biz gördük ki, mənim avtomobilimdə mühərrikdə aşınma var. Yəni mən əgər yeni bardalda 12 mikron və işlənmişdə 149 mikron görürəmsə, burada artıq mənim yağ haqqında bir iddiam olmağı absurd olardı. Çünki bu konkret göstərirdi ki, mühərrikdə aşınma var ona görə. Amma Alpin çox yaxşı vəziyyətdədir və həmin Kia Rio'da aşınma yox imiş. Nə gözəl, qardaşa şad xəbər verək. Üçüncüdə isə biz yenə alışma yoxdur, bütün qeydlərdə alışma yoxdur görürük. Yəni bu əmsalda yağlarımız
hamısı, bütün nümunələr ideal çıxdı. Bunu göstərməkdə niyyətimiz yenə də odur ki, insanlarımız yağla bağlı məsələlərdə ustanın barmağına, iynə, nə bilim, ayağına, başına inanmasın. Bunun üçün həqiqətən də real laboratoriya testləri lazımdır. Biz bunu etdik. Hətta öz avtomobilim üçün nəticə yaxşı olmasa da belə, mən ümumi reallığı gördüyümə görə çox sevinirəm və təbii ki, bizim bu yöndə çoxlu çəkilişlərimiz də olacaq. Təşəkkürlər.